Bir sual paylaşmışdıq, hədiyyəli sual idi, həm də tip olaraq da maraqlı sual idi. Deməli, Vaqif əsəri və qarşısında 5 dənə əsər müqayisə olundu. 1, 2, 3, 4, 5 rəqəmlərinin yerinə hansı fikirlər uyğundur, onu tapmaq lazımdır. Cədvəldən də göründüyü kimi bir tərəfdə Vaqifdir. Deməli, birə elə bir fikir tapmalıyıq ki, Vaqiflə Xurşudbanu Natəvan əsəri üçün ortaq olsun. 2-də İblis səsli qız, 3-də anabacı bu qayda ilə gedir. Və 2-də fikir verin, 2 dənə əsərlər var. Səsli qızla İblis. Deməli, biz 2-yə elə bir fikir tapmalıyıq ki, həm Vaqifə aid olsun, həm İblisə aid olsun, həm də səsli qıza aid olsun. Üçünə də aid olan fikri tapmalıyıq. Bir xeyli cavab gəldi, bir neçə nəfər düzgün cavab verdi, hədiyyə sınaqlarını aldı. İndi isə həmin sınağın, həmin sualın izahına baxaq. Deməli, corab toxuyub hədiyyə edən obraz var. Hansı əsərdə var bu? Deməli, Vaqif əsərində var, məlum məsələdir. Bəs bu 5 dənə əsərin hansındasa varmı? Var. Anabacı əsərində anabacı yaxşılığı cavabsız qoymaq istəmir. Ona görə corab toxuyub gətirir müəllifi üçün. Bəs Vaqif əsərində haradadır? Əminə Əlbəy üçün toxuyub gətirir. Deməli, A gedir hara? 3-ə. 3-ə yazıram A. Sonra gəldik B-yə. Rəqqasələrin oynaması təsvir olunur. Rəqqasələrin oynaması təsvir olunur. Bu harada var? Vaqif əsərində var. Hansı epizoddur? Vaqifin qəzəlini oxuyur, xanəndələr. Qacar da deyir ki, kimindir bu? Vaqifindir. Bax, ondan qabaq ki, təsvirdə biz görürük ki, rəqqasələr oynayır həmin məclisdə. İblis əsərində də var. İblis əsərində İbn Yəmin o təşkil elədiyi məclis var idi. Güya ki, Rəna ilə evlənildi. Və oraya gələn zabitlər deyir ki, bu nədir? Biz camiyə mi gəlmişik? Yəni, çox sakit bir məclisdir. Bax, orada çağınlar, rəqqasələr oynayır. Səsli qızda da Sara öldürməmiş o zəhər, belə deyək də, zəhəri tökməyə çalışarkən orada biz görürük ki, rəqqasələr oynayır. Deməli, həm İblis, həm səsli qız, həm də Vaqif əsərdə olduğuna görə B gedir 2-yə. Xurşudbanu Natəvanda isə rəqqasələr yox, rəqqasə var. Bir nəfər rəqqasələr oynaması təsvir olur, o da təxmindədir. Ona görə biz onu birə yaza bilmərik. Millətindən, dinindən imtina edən obraz var. Vaqifdə Qacar, Xurşudbanu Natəvanda isə deməli, Məlik-ül-Dövlə öz belə deyək, millətindən üz döndürən bir adamdır. Amma din söhbəti var burada. Yəni, din, onlar İslam dinindən uzaqlaşmırlar ki, yəni, belə deyək də, farslaşırlar beyin olaraq, amma İslam dinindən uzaqlaşmaq demək deyil bu. Buradakı din söhbətinə görə biz bunu yaza bilmirik heç yerə. Yəni, bunların heç birində elə bir obraz yoxdur ki, millətindən, dilindən, dinindən imtina eləsin. Ona görə cəmiyyət heç yerə yazılır. Gəldik deyək. Öz adamı və ya adamları tərəfindən öldürülən hökümdar obrazı var. Deməli, Vaqifdə var Qacar. Öz adamı idi, qapıcı. Yəni, onun üçün çalışan, ona xidmət edən bir adam idi. İskəndərnamədə də Dara öz adamları tərəfindən öldürülür. Yenə də Xurşudbanu Natəvanı seçmək istəyənlər oldu burada. Qeyd edeyim ki, Şahzadə həm hökümdar deyildir, həm də ki, öz adamı tərəfindən öldürülmür. Yəni, o kör kamançası onun öz adamı deyildir. Ona görə də qeyd edir 4-ə. Gəldik E-yə. Mənfi obraz kimi yaradılan şeyx obrazı var. Vaqifdə var. Vaqifdə biz bunu görürük. Hətta Vaqiflə İbrahimin hüzurunda atışırlar da bir-birlərinə. 2-yə yazmaq üçün İblisə və səsli qıza hər ikisinə aid olmalıdır. İblisdə var, İngilis dəllalı idi, mənfi obraz kimi təsvir olunub. Səsli qızda da var, şeyx və tacirbaşılar tez satqınlıq edib keçirlər o tərəfə. Deməli, E gedir 2-yə. Sonra, Ə. Remarkalardan istifadə edilən mənzum əsərdir. Vaqifə aiddir, baxaq görək bunların hansına aiddir. Gələcək gün İskəndərnamə, bunlar çıxır, bunlar heç dramatikdir. Anabacıda çıxır, Xurşudbanu Natəvanda çıxır, çünki mənzum əsər deyil.
remarkalardan istifadə edən mənzum əsərdir, düzdür. Amma səsli qız epik əsərdir. Yəni dramatik əsər deyil ki, biz deyək remarkalardan istifadə olunur. Ona görə deməli heç birinə getmir. Bunu da yazılır. Aslan erkeği dişisi olmaz deyilməklə qadın gücünə, mərdliyinə işarə edilir. F hara gedir. Deməli, İskəndərnəmədə var, müşavir özü üçün deyir. Vaqifdə də Vaqif Gülnar üçün deyir ki, mərd insandır o, aslan erkeği dişisi olmaz. Deməli, F gedir 4-ə. Sonra, mənfi obraz kimi yaradılmayan Musa süjetdə mühüm rol oynayır. Gələcək gündə var. Gələcək gündə Musa mənfi obraz deyildir və süjetdə də mühüm rol oynayır təbii ki, əsas obrazlardandır. Bəs Vaqif əsərində var idi mi? Var idi. Kürt Musa. Yəni Musa deyəndə biraz çoxuna qəribə gəlir. Kürt Musa, Kürt Musa belə işləmişik də bunlardan, amma adı Musadır da. Və o süjetin inkişafı mühüm rol oynayır. Məsələn, Yıldırı ölümünə xilas edərək. Deməli, G gedir 5-ə. Baş qəhrəmanın prototipinin qəzəlinə yer verilmişdir. Deməli, Vaqifdə var. Elə o xanəndələr Vaqifin qəzəlini oxuyurdular və yaxud da bax qəzəlinə yer verilib. Xurşudların Naxçıvanda da var. Xurşudların Naxçıvanın qəzəlində məsələn qərənfələ yer verilib. Deməli, bu H gedir 1-ə. Düzgün cavab belə olur. 1H, 2BM, 3A, 4DF, 5G. Tam doğru cavab budur.